dövrlər heyəti 3 nəfərdən ibarət olan Əvəsor xalq kollektivi elə həmin vaxtdan şifahi xalq nümunələrini kənd-kənd, oba-oba gəzərək təbliğ edib. Hazırda 30 nəfəri özündə birləşdirən kollektiv üzvlərinin ən kiçiyinin 5, ən böyüyünün isə 30-dan artıq yaşı var. Folklor qrupunun yaradıcısı və rəhbəri olan Fərbiyə Şabanova deyir ki, repertuarlarının əsasını anasının sinədəftər bayatıları, nəğmələri təşkil edir. Onlardan dili-dili, çəlti əkini, biçin, gözəlləmə, gəlinə xoş gəldin deyin kimi nəğmələri qeyd etmək olar. Əvəsur xalq kollektivi paytaxtla yanaşı beynəlxalq festivallarda da uğurla çıxış edərək Azərbaycanın şifahi xalq nümunələrimizlə dünyada uğurla təmsil edib. Bir sıra Avropa ölkələrində Əvəsor çıxışlar eləyib. Eyni zamanda Türkiyədə, Rumuniyada, Dağıstanda, Rusiyada xalq təsərrüfat nailiyyətlər sərgisində, hətta Baykal-Amur magistralı o vaxt tikilirdi. O vaxt Əvəsor demək rayonumuzda Təngərid kəndi var idi. Təngərid kəndinin qızları Baykal-Amur magistralına gediblər. Fərbiyə Şabanova onu da bildirdi ki, folklor xalq kollektivi oktyabr ayının sonlarında Avropa ölkələrinə qastrol səfərinə getməyə hazırlaşır. Qızılı sümürlərdən basma tağları saraldı yarpaq. Pərvanə Əliyeva, Elnur Ələkbərov, Hicran Şükürov, Astara.